Yaxın dövrdə karyerasında uğur qazanacaq bürclər kimlərdir? Yaxın dövrdə təxminən qarşıdakı 2-3 ayda astroloji proqnozlara görə karyerasında yüksəliş və uğur qazanma ehtimalı daha çox olan bürclər bunlardır. Oğlaq, iş və karyera sahəsində böyük imkanlar yarana bilər. Yeni vəzifə, rəhbərlik və ya nüfuz artımı ehtimalı var. Zəhmətinizin nəticəsini görmək vaxtıdır. Buğa, maddi və peşəkar sabitlik güclənir. Yeni layihə və ya gəlir gətirən əməkdaşlıq ola bilər. Uzun müddət düşündüyünüz planlar həyata keçə bilər. Qız, detallara diqqət və zəhmətinizin rəhbərlik tərəfindən qiymətləndirilə bilər. Karyerada irəliləyiş və yeni iş təklifi ehtimalı yüksəkdir. Əqrəb, ambisiya və güclü qərarlar sayəsində iş həyatında sıçrayış ola bilər. Gizli rəqiblər olsa da üstün gəlmək şansı yüksəkdir. Şir, özünü göstərmək və liderlik etmək üçün şanslı dövrdür. Yeni layihə və rəhbərlik imkanları ortaya çıxa bilər. Ən böyük sıçrayış ehtimalı Oğlaq, Əqrəb və Buğa.